Karlio'da Akbulaqdır və Ülker markalarının 22 manat 50 qəpidir. Dənəsi düşür 1 manat 87 qəpiyə. Şokoladlı piçonudur. 1 manat 42 qəpiyə ədədi düşür. Qutusu 17 manat 10 qəpiyə. Pərakəndə satış qiyməti bu mağazada 2 manat 30 qəpidir. Topdan qiyməti isə düşür 1 manat 80 qəpiyə. 44 qəpiyə topdanı düşür. 50 qəpiyə də deyəsən pərakəndəsi idi. 41 qəpik 24 ədəd. 41 qəpik nədir? 41 manat qutusu. Hal-hazırda endirimdə təklif olunur bu. Ədədi qutusunu balaca tortda 6 nəfərlik, çox dadlı və kaloriyeli olduğu bildirildi. Bir ədəd bunu bu şəkildə də aldıqda sizə topdan qiymətlə verilir, qutu ilə bu şəkildə. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağazadan detallı video çəkib hazırlayırıq ki, bununla bağlı bizdən istəyənlər olmuşdu illər öncə. Bununla bağlı bizlərdə müraciət olmuşdu. Lakin biz qida tərəfindən hər dəfə qeyd edilir, 1-2 dəfə olub ki, qida tərəfindən çox çəkilişlərimiz olmur. Amma qarşıdan Novruz bayramı gəlir, elə burada Abşeron Mall ərazisində mağazala rastlaşdıq və düşündük ki, bizdən istəyənlər ki var idi, onlar üçün daha uyğun olar və bunları sizə də çəkib göstərək. Çünki İran istehsalı, digər şirniyyatlarla bağlı ünvanlar çoxları bilir, bəllidir. Amma Türkiyə istehsalı olan və topdan həm də pərakəndə satışı olan, daha uyğun qiymətə almaq istəyənlər, yeni başlamaq istəyənlər və yaxud da regionlarda, bölgələrdə fəaliyyət göstərənlər ünvanı bilmirlər, çətinlik olur. Düşünürük ki, bu videomuz onlar üçün də çox faydalı olacaq. İndi isə mağazaya keçib, mağaza detallı həmən hansı məhsullar var? Ülkerdir, Karlio'dur, Akbulaq markalarının məhsullarıdır. Yerləşir mağaza Abşeron Ticarət Mərkəzi, Abşeron Mall ərazisi, Korpus 3, mağaza 6, düz yolun kənarında olan korpusdadır. Bir daha da izah edeyim. Gördüyünüz həmən avtomobillər gələn istiqamət Meyvəli dairəsindən gələn istiqamətdir ki, Meyvəli dairəsindən gəlirsiniz Lökbədən istiqamətində birinci dairəni keçən kimi sol tərəfdə həmən Ülker Akbulaq Karlio tabelasını da görürsünüz. Burada hər hansı sual olarsa məkanla bağlı, ünvanla bağlı konum da ala bilərsiniz. Aşağıda əlaqə nömrələrində qeyd edirəm. Instagram və sosial şəbəkə ünvanlarda qeyd edəcəm ki, yenə hər hansı bir sual olarsa və yaxud da məhsulları daha detallı, yaxından baxmaq istəsəniz, həmən sosial şəbəkə ünvanlarından da keçidib edib izləyə bilərsiniz. Girişdə ilk olaraq kimlər ki, pərakəndə istəyənlər də bəzən olur ki, çox olur, soruşurlar. Gördüyünüz bu girişdəki stendlərdə pərakəndə almaq istəyənlər əldə edə bilərlər. Pərakəndə qiymətlə standart marketlərdə olan qiymətlərdən 10-15%-ə qədər fərqlənə bilir məhsulun qiymətində. Daha sonra isə burada həmən Karlio və Akbulaq markasına məxsus olan məhsullardır ki, bunlarda da gördüyünüz bu belə jelibondur. Jelibonun ümumi adı nə gedir? O məhsulun da o şey tutur bura. Həmən qeyd etdiyimiz iki markaya məxsus olan məhsullar isə uşaqlar üçün daha çox xitab olunan məhsullardır ki, baxın belə oyuncaqlı məhsullardır, fərqli-fərqli personajlarda oyuncaqlar formasında, həmçinin bu şəkildə şəkər, saqqız kimi ağızda əriyən daha çoxlu jelibon adlandırdığımız həmən məhsulların dadında olan məhsul çeşidləridir ki, həmçinin belə köpük daha uzun formada. Bunlar da yenə burada həm topdan, həm pərakəndə qiymətlə əldə edə biləcəksiniz. Qiymət olaraq bir neçəsini nümunə olaraq deyəcəm. Pərakəndə və qiymətlərin. Topdan qiymətlər zaten bütün məhsulların vitrinlərinin üzərində qeyd olunub. Gördüyünüz məsəl üçün bu qutu ilə 22 manat 50 qəpidir. Dənəsi düşür 1 manat 87 qəpiyə. Daha sonra bu gördüyünüz şirinlik 17 qəpikdir. Bir ədədi düşür 17 qəpiyə. Qutusu 10 manat 50 qəpikdir. Tək-tək aldıqda isə bir ədədi düşür 25 qəpiyə. Topdanla pərakəndə də hardasa bir məhsulda 8 qəpik fərq edir. Amma bunların marketdə satışı isə hardasa 30 qəpik civarındadır ən azı. Daha sonra Ülker markasına məxsus olan yeni məhsullardan da 1-2 nümunə olaraq pərakəndə qiymətini göstərdim. Hamının tanıdığı albeni çeşidlərdir ki, albeni çeşidlərində burada bir neçə ölçüsünə görə
həcminə görə bir neçə çeşidi var. Ən balaca çeşidinin buradakı pərakəndə satış qiyməti 1 manatdır. Özünüz sizə yaxın olan marketlərdə də müqayisəsini apara bilərsiniz. Daha sonra 1 manat 50 qəpiyə. Budur. 2XL olan isə qiyməti 1 manat 70 qəpiyə isə 2XL olan ölçüdür. Bunlar qeyd etdiyim kimi pərakəndə satış qiymətidir. İrəlidə isə topdan qiymətlərdir ki, topdan qiymətlərdə sizə qeyd edəcəm. Daha sonra hər kəsin gördüyü, tanıdığı, videodan da gördüyünüz məhsullar yəqin ki, alıb istifadə etdiniz. Amma övladlarımız üçün, uşaqlar üçün, ev üçün alınan çeşidlərdir ki, topdan qiymətləri. Kimlər ki, bu işlə məşğuldur, kimlər ki, bu məhsulların satışını edir və yaxud da gift box, əl işi hazırlayanlar olur. Bəzən bizdən də soruşurlar həmən konfet, şokolad və s. kimi məhsullar. Yenə də buradakı bu məhsullardan əgər istifadə edirsinizsə, öz hədiyyəliklərinizdə, öz əl işlərinizdə bu toptancı mağazanla əməkdaşlıq eləyə bilərsiniz. Daha uyğun qiymətə qutu ilə almaqla, daha uyğun qiymətlə müştərilərinizə də siz də öz təkliflərinizi eləyə bilərsiniz. Buradan başlayaq, topdan qiymətlərə olan çeşidləri mən sizə bir-bir deyim. Biskremin həmən piçonusu, şokoladlı piçonudur. 1 manat 42 qəpik ədədi düşür, qutusu 17 manat 10 qəpik. Amma qutuda nə qədər olur, onu gərək qutuya bir-bir baxaq, onun üçün o da çox vaxt aparacaq deyə demirəm. Daha sonra belə bunlar nə gedirdi? Tutqunun tutqu kimi olan həmən biskremin, dördlü biskremdir. Qutusu 9 manat 10 qəpik, bir ədədi düşür. 38 qəpiyə, hardasa marketlərdə də bunlar ən az 50 qəpik civarında satışdadır. Dubai şokoladı, Ülkənin Dubai şokoladı çeşidləri. Bunların qiyməti burada yoxdur, irəlidə göstərəcəm. Bunların pərakəndə satış qiyməti burada 2 manatdır, bir ədədinin. Digər irəlidə çoxdur qutularda, indi qiymətə qarşımıza çıxanda göstərəcəm. Albəninin həmən bu pletkası da Albəninin pərakəndə satış qiyməti bu mağazada 2 manat 30 qəpikdir. Topdan qiyməti isə düşür 1 manat 80 qəpiyə bir ədədi. Qutusunda da nə qədər olur onda? Təxminən 12 ədəd, yox 20-dir. 11? 15. Hə, 15 ədəd bir qutuda 1 manat 80 qəpikdən, pərakəndə istəyənlər isə 2 manat 30 qəpik əldə eləyə bilər. Daha sonra Albəninin belə həmən bakkuş formasında olan çeşidləridir. 2 manat 79 qəpiyə ədədi, qutusu 27 manat 87 qəpik. Onların bu şəkildə həmən qutudan nəsə söhbət gedir. Burada da yenə Albani çeşidlərinin digər çeşidləridir. Daha sonra Olala, alt brend Ülkənin Olala. Bunların da qutusu 14 manat 80 qəpikdir. Düşür 82 qəpiyə. Bu da yəqin ki, bu çeşiddir. Ya o çeşiddir. Bu olacaq. 1 manata satılır. Pərakəndə satılır 1 manata 82 qəpiyə. Qutusunu alanda isə 82 qəpiyə düşür. 18 paket var. 34 qramdan. Daha sonra Olalanın digər çeşidi daha böyük qablaşmada olan 3 manat 56 qəpikdir bir ədədi. Topdan aldıqda qutusu 35 manat 65-ə. Yenə də 10 ədəddir qutunun içərisində. Digər fərqli yenə burada çeşidi var. Bunun da 27-85, 2-32-yə düşür. Mütəmmalı şəkildə market işlədirsinizsə, mağaza işlədirsinizsə, baxanlar yəqin ki, daha rahat başa düşəcək. Pərakəndə almaq istəyənlər isə gəlib mağaza yaxınlaşıb yenə detallı yerində baxa bilər. Daha sonra Ülkənin birinci dəfədir mən bu marketlərdə çox rastıma çıxmır. Belə paylaşmalıq, kremalı pisionusudur. 1 manat 83 qəpik toptanı düşür, qutusu 20 manat. 20 manat 10 qəpik. Daha sonra öncə göstərdiyim Dubai çikolatası paketi 41 manat qutusu. Ülkənin Dubai şokoladı 24 ədəd içərisində məhsul var. Daha sonra yaş pasta çikolata belə Ülkənin belə bir pastası var. Bunlar da Dubai üzərində şəklinə Dubai şokoladına bənzəyir. İçərisi moruqlu 12 manat ədədi. Ülkənin sonra belə xırda pletka şokolad. Bunda yurda nümunəsi vardı, göstərdim. Pərakəndə bunlar şeyinə görə fərqlənə bilir. 3 manat 50 qəpik 3 manata. Hə, bunlar bir-birinə fərqlənir. Bu südlü, bu qara şokolad. O qara şokolad bitterdir o. Bu da 350 donda yəqin ki. Hə, bu da 350-dir, bu fıstıqlıdır. Fıstıqlı. Demək bunların
Qırmızı ən ucuz qırmızı çeşiddir. Həmin bu südlü olan versiyası da qutusu 15 manatdır, bir dənə. 6 dənə. Bu qutuda belə 6 dənə olur. Amma 2 çeşid isə şokoladlı və fıstıqlı olan çeşidləri isə 40 qəpik fərq var. 2 manat 91 qəpikdir ədədi, qutusu 17.45-ə düşür. Qutuda da bu şəkildə həmən ədədlə də almaq istəsəniz, ədədlə 3 manat və 3 manat 50 qəpik. Südlüsü 3 manatdır. Tünd şokolad və fıstıqlısı 3 manat 50 qəpik. Yenə də pərakəndə şəkildə buradan alıb rahat şəkildə istifadə edə bilərsiniz. Növbəti vitrinlərimizdə həmən onda bu haqqında biraz danışaq. Hal-hazırda endirimdə təklif olunur bu. Ədədi qutusunu balaca tortda 6 nəfərlik, çox dadlı və kaloriyli olduğu bildirildi. Qiymət olaraq hal-hazırda ədədinin 12 manata təklif olunur. Satış qiyməti qutuda 6 ədəddir. Yəni bir gördüyünüz bu qutu 12 manat. Pərakəndə alışda da 12 manata təklif olunur. Çünki hal-hazırda endirimlə olan qiymət təklifidir. Daha sonra belə kiçik keklər var. Ədədi 50 qəpikdir, paketi 12 manat 50 qəpikdir belə qutu şəklində. Marketlərdə də ardasa 60-65 qəpiyə satılır. Daha sonra bu duzlu piçenilər, çizi. Bunların da ədədi 73 qəpikdir. 1 manata pərakəndə satış qiymətidir. Burada 17 manat 40 qəpik, 17 manat 45 qəpik isə qutusunun qiymətidir. Bir ədədi düşür 73 qəpiyə. Rahat şəkildə 1 manata siz də sata bilərsiniz. Daha sonra isə bu yenə keklərin fərqli limonlu, çiyələkli, şokoladlı olan çeşidləri var ki, qutusu 10 manat 67 qəpiyə, bir ədəd düşür 44 qəpiyə. Bunlar da marketdə 55 qəpiyə. Pop keklərlə şeydir də, bu da alternativ pop kek kimidir. Bu da 8 kek gedir. 60 qəpiyə hardasa Araz marketdə filan mən elə rast gəlirəm. 44 qəpiyə topdanı düşür. 50 qəpiyə də deyəsən pərakəndəsi idi. Yəni 3 çeşidi var dad olaraq. Sonra jelibonun alternativi, Ülkərin istehsalı olan solucan 28-50 qəpiyə qutusudur. 1 manat 18 qəpiyə düşür, böyük ölçüdür. Qram olaraq da 80 qramdır bu paketin həcmi. Qutuda da yəqin ki nə qədər var? 24 ədəd. Qutuda 24 ədəd var. Növbəti fərqli nə? Bunlar yəqin irəlidə var. Ülkər susamlı çubuq krekerlər. 11 manat 30 qəpikdir, dənəsi düşür 38 qəpiyə. Pərakəndə qiymətdə 45-50 civarında olacaq yəqin. Daha sonra yenə öncə göstərdiyimiz həmən bu şəkərli bollar. Qutusu 10 manat 50 qəpik. Bir ədəd düşür 17 qəpiyə, 25 qəpiyə burada pərakəndə qiymətidir. Tək-tək də ala bilərsiniz, dadına baxmaq istəsəniz və s. Daha sonra belə bunların adına gedir. Saqqız. Saqqız çeşidləridir. Aparatla bir yerdə 30 manatdır. Düz deyirəm, aparatla bir yerdə. Bir ədəd 5 qəpik. Paketi isə 10 manatdır. Onda düşür bir ədədi 4 qəpikdən. Yenə Carlion'un digər öncə göstərdiyim həmən oyuncaqla olan şey. Bunların içərisində şəkərlik də nəsə var, yoxsa sırf oyuncaq? Bunların içərisində həmçinin şəkərlik var, kiçik konfetlər və s. Sovurma ola bilir, konfet ola bilir. Həmçinin nakleykalar var. Üzərində də belə fərqli oyuncaq çeşidləri görə bilirsiniz. Yəni bunlardan da alıb öz mağazalarınızda, qarşıdan Novruz bayramı gəlir, nə bilim, Ramazan bayramı gəlir ki, uşaqlarınızı da yenə, uşaqların ən çox sevindiyi bayramlardan. Akbulakın, bunlar akbulak gedir hə? Yoxsa bunlar da akbulaka, Karillodur bu da. Həmən oyuncaqlı şəkərliklərin fərqli, yəni burada çeşidlərini görürsünüz. 12 manat 50 qəpik. Bunlar su tapançalarıdır. 8 ədəddir. 1 manat 56 qəpiyə düşür bir ədədi. Qutusu 12.50. Bunların fərqli, yenə də formada olan çeşidləri də var. Burada da yenə bir fərqli. Bunlar da uşaqların ən çox sevdiyi çeşidlərdəndir. Fərqli rənglərdə olan çeşidlər var. 7 manatdır, bir ədədi 35 qəpiyə düşür.
Birində də nə qədər? 20 ədəddir. Bir qutuda da 20 ədəd. Sonra belə yəni çanta formasında. Bunda sən şirniyyat, daraq çeşid. Maraqlı çeşiddir. 2 manat 50 qəpikdir ədədi, 20 qəpiyə belə qutu şəklində əldə edə bilərsiniz. Sonra belə 1 manat 45 qəpiyə düşür bir ədədi. 13 manatdır qutusu. Su tapançalarının. Bunun içərisində çupa-çups sovurma var. Bir ədədi 1 manat 25 qəpik, 15 manata qutusudur. Bunları marketdə ən ucuz 2 manatdan inanmıram aşağı kimsə satsın. 2 manata da satılmaz. 2 manat elə. Uşaqlara olan çeşidlər daha baha təklif edirlər. Digər həmin məhsulların qutu şəklində burada var. Fərqli yenə də burada oyuncaqla olan çeşidlər var. Kimlər ki mütəmadi olar. Əgər regionlardan istəyənlər olarsa, regionlara da buradan işləyən yük maşınları vasitəsilə toplu sifarişlərdə minimum 100, 150, 200 civarında alış etdiyiniz halda zaten 1-2 korobka alanda bu məbləğ olur. Sizin regionlara işləyən yük maşınları ilə buradan Abşeronda olan avtovağzaldan göndərilir. Siz özünüz qarşılama şərti ilə. Şəhərdə yaşayanlar isə rahat şəkildə gəlib mağazaya ilə yerindən də buradan da sifariş edə bilərlər. Məhsullarla da özləri qiymətlərindən daha detallı yaxından tanışıla bilərlər. Burada da öncə göstərdiyimiz yenə Dubai çikolatalarıdır, Olala, Ülkerin, Albeni və s. kimi çeşidlərini yer alır. Bunun haqqında bunu göstərmədim. Ülkerin belə yenə də piçonu 43 qəpik, bir ədədi qutusu 10 manat 30 qəpik. Bunlar da ən azı 50-60 qəpiyə satılır. Arazdır, digər rahat marketdir, digər marketlərdə. Yəni topdan qiymətə 43 qəpikdir bir ədədi. Daha sonra burada da fərqli çeşidlər var, bunu da göstərək. Ülkerin belə tək sendviç. Bir ədədi 29 qəpik. Qutusu 6 manat 90 qəpik. Sonra KitKat. Bunlar da burada fərqli çeşidlər var. KitKat markası şirniyyatıdır. Bunların burada qiyməti yoxdur. İrəlidə yəqin ki qarşımıza çıxacaq. Ülkerin bunlardan mən də ev alıram. Bunu alırdım mən 2 manata Arazdan. 2 manat 2 manat 20 qəpiyə. 1 manat 45 qəpiyi 1 manat 45 qəpiyə toplanıdır. 34 manat 85 qəpik qutusudur. Gördüyünüz o belə qutu. Qutusunda da 24 ədəddir. 100 qramlıq. Bunların həmçinin böyük qablaşmada olan çeşidlər də var. Bunlar isə 5 manatdır. 5 manat 2 qəpik. Qutusu 40 manat 20 qəpik. Qutuda da 10 ədəd eləyir. 8 ədəd. 8 ədəd deyəsən. Ülker bəbənin, cici bənbənin alternativi Ülker bəbə. 2 manat 36 qəpik. 18 manat 90 qəpiyə qutusu. Sonra Ülkerin həmən məşhur piçeni. 4 manat 57 qəpiyə düşür. İçərisində 4 belə paçkadır. 27 manat 40 qəpiyə paketidir. Daha sonra burada da fərqli yenə piçonu çeşidləri var. Ağzı bağlı. 58-72 qəpiyə budur. Ülkerin yaşıl. Yox, yazmasın. Daha sonra belə 58 qəpiyə olanda digər qutusu olan şirniyyat çeşididir. İrəlidə onu istəsəz göstərə bilərik. Digər çeşidlərin buradan qutuda olan, bağlı olan qutulardan göstərdim. İkramın fərqli ölçülərdə olan burada pərakəndə satış qiyməti kiçik paket 70 qəpikdir, böyük paket 1 manatdır. Daha sonra Ülkerin belə çikolata olanı var.
Ülkerin belə digər 5 manata bunun satışıdır. 3 manat 47 qəpiyə isə topdan aldıqda düşürdü, səhv eləmirəmsə. Bunların qiyməti də burada pərakəndə satış 1 manatdır. Bunlar da qutu ilə əldə edə bilərsiniz. 50 qəpiyə belə həm kreker, acılı, həmçinin də şokoladlı bunlar var. Öncə göstərmədiyimiz çeşidlərdən. Sonra Dani kek bunu da belə rulet formasında ədədi topdan hal-hazırda 2 manata təklif olunur pərakəndə. Topdan aldıqda yəqin ki daha aşağı olacaq. 6 manata burada pərakəndə satış qiyməti də həmən bu şokolad yağının. 5 manat isə, 5 manat 2 qəpiyə isə pərakəndə qiyməti idi. Marketlərdə də minimum 7 manat civarında satılır. Bu qədər dostlar, ümid edirəm ki, kimlər ki istəmişdi Türkiyə istehsalı, şirniyyat, şokolad çeşidləri satılan toptancı mağaza, sırf bu toptancı mağazadan rahat şəkildə gəlib yenə də ədədlə də ala bilərsiniz. Düzdür, ədədlə çoxları deyir ki, yol uzaqdır, buranı uzaq hesab edirlər. Kimlər ki, mütəmadi şəkildə bu məhsullardan alıb istifadə edir, daha uyğun qiymətlə pərakəndə alıcılarda qutu ilə bir ədəd qutu da ala bilərsiniz, 5 ədəd qutu da ala bilərsiniz, məhdudiyyət yoxdur. Yəni topdan qiymətlə aldıqda digər məhsul çeşidlərində bəzən fərq eləyə bilir ki, topdan qiymətə müəyyən minimal məbləğlər olur. Amma sırf bu şirniyyat çeşidlərində, onu da mən indi yeni gördüm ki, bir ədəd bunu bu şəkildə də aldıqda sizə topdan qiymətlə verilir, qutu ilə bu şəkildə. Və yaxud da digər, misal Ülkerin Albenindən tutaq ki, bir qutusu ilə aldınız, qutu şəklində aldıqda topdan qiymətlə olan qiymətə sizə təklif olunur. Tək-tək isə dənə-dənə aldıqda yenə də burada müəyyən vitrinlər ayrılıb ki, burada şirniyyat çeşidləridir, burada digər jelibon, oyuncaqlı olan çeşidlərdir ki, tək-tək qiymətlərlə də əldə edə bilərsiniz. Tək-tək qiymətlərlə əldə eləsəz belə yenə də digər marketlərdə olan qiymətlərdən daha uyğun qiymətə burada təklif olunur. Yenə də bu topdan mağaza şəhərdə və regionlarda olan və zincir marketlər olsun, istəyir kənar marketlər olsun, onlara da məhsul dağıtımını həyata keçirirlər. Əgər siz də istəyirsinizsə, əgər tanımırdınızsa, əlaqə saxlayıb qeyd etdiyimiz əlaqə nömrələri ilə sifarişlərinizi yazdıra bilərsiniz, hazırlatdıra bilərsiniz və sizin də ünvana yenə də göndəriş oluna bilər. Depozit soruşum. Bəs Bakı və Bakı ətrafı ərazilərdə fəaliyyət göstərən isə marketlərdə yenə bu mağazana əlaqə saxlaya bilərlər. Rahat şəkildə gün ərzində, həftə içində mağazanın, bu toptancı mağazanın avtomobillər, yük avtomobillərindən dağıtımı həyata keçirilir ki, sizin ərazidə də yaxınlaşanda sizin də məhsul sifarişlərinizi rahat şəkildə sizin də mağazaya çatdırılmaq imkanları var. Odur ki, qeyd etdiyim kimi qiymət təklifi alın, müqayisə edin. Sizə də sərf eləyərsə, yenə də rahat şəkildə bu toptancı mağazana əməkdaşlıq eləyə bilirsiniz. Əməkdaşlıq şərtləri necədir? Onu isə detallı olaraq yenidən mağaza rəhbərləri ilə, mağaza əməkdaşları ilə danışıb müzakirə edə bilərsiniz. Bu qədər. Ümid edirəm ki, faydalı oldu. Ətrafınızda bu məhsulları satan, market işlədən dostunuz, tanışınız varsa və yaxud da gift box, əl işi hazırlayanlar varsa, bu videonu da həmin şəxslərlə bölüşün ki, onlar da bu toptancını tanıyıb daha uyğun qiymətlərlə məhsul əldə edə biləsinlər. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.